İmanın ən yüksək zirvəsi nədir? Əməlin məhəbbətlə, sevgi ilə birlikdə təzahür etməsi. Bəs məhəbbətin ən ali forması nədir? Əhl-i Beyt sevgisi. Onun da zirvəsi Kərbəla və Aşura. İmam Hüseyn əleyhissalam və yoldaşları bu hərəkatı ən yüksək eşq üzərində qurdular. Bəs niyə? Çünki cəmiyyəti fəsada, din və insanlığı məhvə aparan, kin və qəzəb dolu pozğun quruluşa qarşı dayanmağın yolu bəşərə, insanlığa sevgi bəsləməkdir. Sevməyən yanmağı da, qurban verməyi, fədakarlığı da bacarmaz. Onların ilahi hədəfi və məqsədi vardı. İslami, ilahi və insani dəyərlər üzərində qurulan, insanlara xoşbəxtlik gətirən bir cəmiyyət yaratmaq. İmam Hüseyn əleyhissalam dağılmaqda olan cəmiyyəti xilas etmək üçün ən ali eşqlə yola çıxdı. O, pozğunluğa qarşı ədaləti, xoşbəxtliyi və insanlığı seçdi. Bəs bugünkü dünyamız elə bir rəhbərin yolunda və nəzarətində olsaydı, necə olardı? Gəlin bu sualı birlikdə düşünək və cavablandıraq.